İnternetdə tez-tez belə bir iddia ilə qarşılaşırıq. Quran öz-özü ilə ziddiyyət təşkil edir. Bir tərəfdə dində məcburiyyət yoxdur deyilir, digər tərəfdə isə müşrikləri harda gördünüz, öldürün deyilir. Eyni kitab həm sülh, həm də müharibə manifesti ola bilərmi? Bu gün biz bu məsələyə ayələrin işığında baxacağıq. Əvvəlcə təməl qanuna baxaq. Maidə surəsinin 32-ci ayəsində Əziz Allahımız buyurur ki, kim bir insanı haqsız yerə öldürərsə, sanki bütün bəşəriyyəti öldürmüş kimidir. Bu İslamın yaşatmaq fəlsəfəsidir. İnsana, insanlığa verdiyi dəyərdir. Bəs inanc azadlığı? İnanc azadlığı dinimizdə varmı? Bəqərə surəsinin 256-cı ayəsində Əziz Allahımız buyurur ki, dində məcburiyyət yoxdur. Bu ayə müsəlmanların ən güclü olduğu dövrdə nazil olub. Mesajdan da aydındır ki, iman zorla əldə olunan bir şey deyil, qəlblə qəbul edilməlidir. İndi isə gələk o məşhur Tövbə surəsinin 5-ci ayəsinə. Haram aylar çıxınca müşrikləri harda görsəniz öldürün, yaxalayıb əsir alın, həbs edin və bütün yollarını, keçidlərini tutun. Lakin əgər tövbə etsələr, namaz qılıb zəkat versələr, onları sərbəst buraxın. Həqiqətən Allah bağışlayandır, rəhmədəndir. Sərt səslənir, elə deyilmi? Amma kontekst hər şeydir. Bu ayə bütün qeyri-müsəlmanlara deyil, bağlanan sülh müqavilələrini dəfələrlə pozan, dinc müsəlmanları qətlə yetirən, xain qəbilələrə qarşı bir ultimatumdur. Ayənin orijinalına baxdığımız zaman Əziz Allahımız burada müşrikina sözündən deyil də əl-müşrikina sözündən istifadə edir. Əl-müşrikina kəlməsi o deməkdir ki, yəni xüsusi müşriklər. Və eləcə də Tövbə surəsinin 4-cü ayəsinə baxanda bu məsələni açıq və aydın biz görə bilirik. Və diqqət etsəniz, ayənin sonunda da bağışlayan və rəhimli sifətləri vurğulanır. Çoxları 5-ci ayəni əlində bayraq tutur, amma dərhal ardınca gələn 6-cı ayəni gizlədir və eləcə də əvvəlki 4-cü ayəni gizlədir. Tövbə surəsinin 6-cı ayəsində deyilir ki, əgər müşriklərdən biri sığınacaq istəsə, ona aman ver. Düşünün, döyüş meydanındasınız, qızğın bir döyüş gedir, düşmən təslim olur, sığınacaq istəyir. Və siz onu nəinki öldürmürsünüz, hətta onu təhlükəsizliyin belə təmin edirsiniz. Bəs bu radikalizmdir, yoxsa yüksək hərbi etiqa? Dövlətin həm Səhiyyə Nazirliyi, həm də Müdafiə Nazirliyi olması ziddiyyətli bir şey deyil. Bunlar tamlığı əhatə edir. Biri yaşatmaq üçün var, digəri isə qorumaq üçün. Quran da belədir. Dində məcburiyyət yoxdur deyir. Müharibə və xəyanət anında isə müdafiə olunmaq əmr olunur. Ziddiyyət ayələrdə deyil, bizim onlara necə məna qatmağımızdadır. Və siz necə düşünürsünüz? Başqa hansı ayələr sizi düşündürür? Şərhlərdə müzakirə edək. Videonu bəyənməyi və paylaşmağı unutmayın. Elm və hikmətlə qalın.